Salamlar, hər birinizi xoş gördük. Müəllim, suallarımızı verməyə başlaya bilərik. Bəli, indi başlayırıq. Mən də ekran paylaşımı eləyəcəyəm həmin testdən və siz öz etdiyi səhvlər ki var və ya şübhəli qaldığınız hissələr ki var, onu məndən bircə soruşacaqsınız həmişəki kimi və mən onları cavablandıracağam. Deməli, ilk olaraq belə deyim, bu Karl Dweck nəzəriyyəsidir. Amma bundan öncə Vygotsky nəzəriyyəsi olmalı. Tamam, Vygotsky nəzəriyyəsinə gələk. Vygotsky'də kimin neçə səhvi olub? Müəllim, Vygotsky-də mənim 3 dənə səhvim olub. Bir-iki dənə də belə şübhəli qaldığım sual olub. Müəllim, düzdür yazmışam, amma ki şübhəli qalmışam o sualda. Problem yoxdur, hər birini soruşacaqsınız, mən sizə izah eləyəcəyəm. Qoy, mən bunu əvvəlinə gəlim. Rəqsəm əmi, sizdə necə səhv olub Vygotsky'də? Məndə də 3 belə də, yəni 3 sualım var, səhv deyil, işləməmişəm onları. Vəssalam, burada 3 səhv deyil. Əla. Tamam, başladıq. 10-a qədər kimin səhvi var ilk onluqda? Məndə elə İlk səhv, hansı səhvi, hansı sualı soruşursunuzsa, başlayaq həmin sualdan izaha. Müəllim, mən 2-də C ilə D arasında qalıram. Yəni, onları necə ayırmaq olar? Aha, tamam. Demək, mən bunu izah edeyim. Şagird məkan vizual intellektə sahibdir. O, biologiya fənnindən bitkilərdə iki qat mayalanma prosesini başa düşməkdə çətinlik çəkir. Yaxın inkişaf zonasına görə müəllim öyrənmə proses səmərələrini artırmaq üçün nə etməlidir? Aha, siz qalırsınız C ilə D arasında. Aha, müəllimə gəl biz belə deyək də, virtual ekskursiya deyəndə, belə deyim də, burada ümumiyyətlə məkan vizual intellekt şəkillərlə əlaqəli bir intellektdir. Müəllim əyani vəsaiti nə qədər çoxaltsa, bu o qədər yaxşıdır. İndi düzdür, siz düşünürsünüz ki, botanika bağına virtual ekskursiya təşkil etməlidir. Bu da variantlardan biridir. Amma məsələ ondan ibarətdir ki, prosesin təsvir olunması məsələsi vizual məkana aiddir. Yəni, virtual ekskursiya, belə deyim, o da sizdə ikili istiqamət yaradır. Amma əgər C bəndi varsa, D bəndi artıq zəif bəndə çevrilir. Belə deyim sizə. İndi burada virtual ekskursiyada siz haqlısınız. Yəni, virtual ekskursiya olur ki, biz onlayn şəkildə qoşuluruq və oraya səfər edirik. Amma burada bir detal da var da. Həmin detal nədir? Botanika bağına virtual ekskursiya o demək deyil ki, bizə mayalanma prosesini başa salacaq. Amma biz proseslə bağlı şəklə baxanda daha çox aydın ola bilər, nəinki bağa səyahət eləmək. Virtual olmasa, canlı səyahət olsa, yenə də o demək deyil ki, prosesi biz başa düşəcəyik. Burada, yəni C ilə D variantının oxşarlığı odur ki, hər ikisində əyani vəsait söhbəti var. Amma fərq odur ki, C bəndi birbaşa proseslə əlaqəlidir. D bəndi isə ümumiyyətlə ekskursiyadır, ümumi deyən, spesifik deyil. O mənada C bəndi daha uyğundur. Çox sağ olun, müəllim. Buyurun. 2-dən sonra? Məndə 3. Üçüncü sual. Gəldik. Aşağıdakı fikirlərdən hansı Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? Tamam. A bəndi. Mühakimə yürütməklə düşünmək, məntiqi riyazi zəka. Yəni, A bəndi bilirik ki, Gardner nəzəriyyəsinə aiddir. Məntiqi riyazi. B bəndi. Şagirdlərin müxtəlif intellekt növünə sahib olması. İntellekt də Gardner nəzəriyyəsidir. Yəni, Vygotsky deyil. Bütün uşaqlar idrakin inkişafı zamanı eyni mərhələdən keçirlər. Bu da idrakla bağlıdır. İdrakla bağlı Piaget'də də məsələ var. İdrakla bağlı deyək ki, Gardner'də də məsələ var. Amma sırf olaraq biz bunu Vygotsky aid edə bilmərik. D bəndi şəxsi və sosial təcrübə bir-birindən ayrılmaz prosesdir. D bəndi daha doğrudur, çünki sosialdan söhbət gedir. Y-yə də yəni hər ehtimal baxaq.
Müəllim təlim prosesinin şagirdlərin davranışını nəzərə alaraq qurmalıdır. Bu da ki, yəni sosial inkişaf nəzəriyyəsinin daxilində deyil, çox nəzəriyyələrin daxilində var. Yəni, ona görə də biz burada D bəndini götürəcəyik. Ən azından müəllimə, yəni sosial və sosial, yəni iki dənə bu anlayışın uyğunluğunu götürə bilərdiniz. Məsələn, sosialdan söhbət gedirsə, sosial anlayışın D bəndində də var. Siz hansı bəndi götürmüsünüz? Burada əslində variant götürməmişim. C fikirləşmişdim. Baxdım testdəki cavab C deyil. Ona görə elə boş qoydum da. Yəni dedim. Müəllimə, bu tipli testləri yerinə yetirəndə onlar nəyi yoxlaya bilirlər? Yoxlaya bilirlər ki, müəllim görəsən bu cümlənin hansı nəzəriyə aid olduğunu bilirmi? Məsələn, məntiqi riyazi söhbət olanda biz bilirik ki, bu artıq məntiqi riyazi söhbəti Gardnerə aiddir və bir də məntiqi riyazi söhbət Piaget'in konkret əməli mərhələsində keçərlidir. Yəni, nə olursa olsun Vygotsky deyil. İntellekt məsələsi yenə də Gardnerdir. İdraki inkişaf Piaget və Gardnerin birləşməsidir. D bəndidə davranışa gəldikdə, davranış Karl Dweckə də aid ola bilir. Behaviorizmin operant şərtlənmə hissəsinə də aid ola bilir. Nə olursa olsun, məsələn, Y bəndi sosial deyil. Çox sağ ol mənim. Buyurun. Sonra, 3-dən sonra? Məndə 8-də bilmirəm, 8-ə qədər var, yoxsa yox. Müəllim, məndə 6-dır. 6. 6 əslində bura tam düşmür, amma yenə oxumağa çalışacağıq. Aşağıdakı fikirlərdə hansı Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? Demək, burada A bəndində verir ki, toxunaraq öyrənən. Toxunaraq öyrənmək kinestetikdir, biz bunu bilirik. Kinestetik hal nəyə aiddir? Gardnerə aiddir. B bəndi. İnsan zehni inkişaf söhbətini görürsünüzsə, bu zehni inkişaf Piaget'dir. Şagirdlərin bir-biriyle ünsiyyəti və mühitin şagirdin inkişafına əsas amildir. Ünsiyyət və mühit məsələsi bu sosial inkişafa aiddir. Zehni ehtiyatda saxlayırıq. D bəndi, şagirdin idraki inkişafı baş verməsi üçün yaş faktoru, yaş söhbəti Piaget'dədir. Fərdi iş formasında təlimə cəlb edilməsi şagirdin bacarıqlarının tam oxumaq olmur. Fərdi iş formasında təlimdə edilməsi şagirdin bacarıqlarını üzə çıxarmasında əhəmiyyətlidir. Fərdi iş formasında təlimdə bu hissəni oxumaq olmur. Təlimdə iştirak edilməsi olur, yoxsa cəlb edilməsi olur. Yəni, burada fərdi sözünü görürsünüz. Vygotsky'də fərdi işdən söhbət gelmir. Vygotsky kollektiv işi dəstəkləyir. Nə olursa olsun Y bəndi deyil, yəni istənilən halda. Cavab burada qalır C bəndi. Aydın oldu mu? Söhbət nədən getdi? Bəli, müəllim, çox sağ olun. Aha. Ümumiyyətlə, Vygotsky birlikdə öyrənmə, kollektivdə öyrənmə, bir-birindən ünsiyyət, hamısı Vygotsky'yə aiddir və bunu belə yadda saxlayaq. 6-dan sonra 8-ə qədər Səkkiz demişdiniz mənə. Bəli, müəllim. Tamamdır. Hansı fəaliyyət scaffoldingdir? Müəllimin şagirdlərə qiymətləndirmə rubrikini əvvəldən verməsi və bu cavab doğrudur, scaffoldingdir. Çünki biz şagirdə öncədən bildiririk ki, biz bu dərsdə səndən nə gözləyirik? Gözləntini demək scaffoldinga aiddir. Dərsi əyani şəkildə izah eləmək scaffoldinga aiddir. Tapşırığın həll yolunu deyil, tapşırığın şərtini diqqətli şəkildə addım və addım izah etmək, sualı başa salmağa çalışmaq scaffoldingdir. Burada A bəndi zaten scaffoldingdir. B bəndinə baxaq. Tapşırığı şagirdin yerinə müəllimi həll etmək xeyir. Şagirdin suallarına birbaşa cavab vermək xeyir. Hər hansı bir konsepsiyanın yalnız bir üsul xeyir. Müəllimin tapşırığı həll etmək üçün şagirdə ən qısa yolu göstərməsi xeyir. Şagird özü tədqiq eləməlidir. Qısa yol, uzun yol şagird özü seçməlidir. Cavab olur A bəndi. Çox sağ olun. Qiymətləndirmə rubriki, elə o biz demişik, dərsin tədqiqatın aparılması mərhələsində müəllimin əsas vəzifələrindən biri də meyarları təqdim eləməkdir.
Meyarlar elə rubrik deməkdir. Uşaq bilir ki, müəllim bugün nəyə qiymət verəcək. 8-dən sonra Müəllim 14-ə baxaq da bir dənə. Nə ona baxaq nə. Yenə S ilə D-nin arasında. 10. Bax, diqqətli olaq. Yaxın inkişaf zonası nədir? Müəllimlər, biz bilirik ki, yaxın inkişaf zonası proses deyil. Yaxın inkişaf zonası mərhələdir. Hansı mərhələdir? Uşaq artıq öyrənmədiyi vəziyyətlə öyrənmə vəziyyəti arasındadır. Potensialı çatır. Biraz ona dəstək lazımdır. Biz əgər yaxın inkişaf zonasından söhbət ediriksə, məsələn, biz burada A bəndini götürə bilmərik. Çünki A bəndi scaffolding aiddir. Yaxın inkişaf zonası, yəni mərhələsi deyil. Scaffolding prosesdir. Müəllimin şagirdi bilmədiyi şagirdin iştirakı ilə öyrətməsidir. Bu da scaffoldingdir, yaxın inkişaf zonası deyil. Yeni bacarığın öyrənməsinə qədərki aktiv öyrənmə dövrü əlbəttə ki, budur. Çünki yaxın inkişaf zonası dövrdür, mərhələdir, proses deyil. D bəndində yenə görürük ki, scaffoldingdir, biri digərindən dəstək alır. Y bəndində isə yazıb ki, yaxın inkişaf zonası sanki scaffoldingi düzgün tətbiqidir, xeyr. Yaxın inkişaf zonası bir dövrdür ki, həmin dövrdə biz scaffolding eləyirik. Yəni, yaxın inkişaf zonası scaffoldingə bərabər deyil. Bu ayrı-ayrı hissələrdir. Məsələn, mən deyirəm ki, məktəb riyaziyyatdır. Bu düz fikirdir, yox. Məktəb ayrı şeydir, riyaziyyat isə bir fəndir. Məktəb riyaziyyatdır demək düzdür, xeyr, düzgün deyil. Çünki məktəbdə o bir fənlər də var. Hesab edə burada deyir ki, yaxın inkişaf zonası scaffoldingdir. Bu belə bir analogiyadır, məktəb riyaziyyatdır. Bu belə şey ola bilməz axı. Bunlar ayrı-ayrı şeylərdir. Yəni, biri prosesdir. Nə olsun ki, bunlar məsələn, riyaziyyat nə olsun ki, məktəbdə öyrədilir. O demək deyil, axı, məktəb riyaziyyatdır. Yaxın inkişaf zonasının tərifidir, C bəndi. Aydın oldu mu? Bəli, çox sağ olun müəllim. Mən D-ni götürmüşdüm orada. Hə, müəllimə baxın, D-ni götürmüşsünüzsə, biraz diqqətli olun. Axı, burada dəstək verməsi prosesdə axı. Yəni, Bəli. D bəndi prosesi göstərirsə, o scaffolding olacaq, yaxın inkişaf zonası olmayacaq. Yaxın inkişaf zonası proses deyil. Bir mərhələdir, sən həmin mərhələdəsənsə, scaffolding həyata keçirilə bilər. Çox sağ olun. Sonra? Mən bir də 13-də üçüncünü, təkcə üçüncünü izah edin. Nədə? 13-də? Bəli, təkcə 3-ü izah edin. Aha. 13-də görürsünüz ki, uyğunluq istənilir. Yəni, doğruda doğru, yanlışda yanlışı götürəcəyik. Tamam, indi isə baxaq. Yanlışda baxaq nədir? Piaget'ə görə uşaqlar yalnız məktəbdə müəllimləri ilə deyil, bir yerdə oynadıqları dostları ilə ünsiyyət zamanı inkişaf edirlər. Axı, burada 3, belə deyim də, 3 yanlışdır. Niyə yanlışdır? Axı, Piaget kollektiv işi bəyənmir. Piaget deyir ki, insan fərdi öyrənir. Burada isə deyir ki, yalnız müəllimləri ilə deyil, yəni bir yerdə oynadığı dostları ilə ünsiyyət zamanı. Üçüncü fikirdə olan cümlə, o fikir ki, o Vygotsky aiddir, Piaget'ə aid deyil. Ona görə yanlış götürülür. Hə, ortaq cəhət kimi fikirləşmişəm oynayarkəni. Amma burada müəllimə baxın, bir yerdə oynamaq. Burada kollektiv işdən söhbət gedir. Piaget kollektiv işə qarşı olub. Piaget fəlsəfəsində kollektiv iş yoxdur. Oyun zamanı öyrənirsə, məsələn, Piaget'ə görə oyun zamanı öyrənmə odur ki, bu özü oynayır. Özü oynayır, ya tək oynayır, amma öyrənir. Vygotsky'də isə bir-biri ilə oynamaqdan söhbət gedir. Çox sağ olun. Piaget ilə Vygotsky'nin baxışa oxşar cəhəti nədir? Hər ikisi deyir ki, cəmiyyətin inkişafı insanın zəkasından, zehninə təsir göstərə bilər. Vygotsky'də zaten bu aydındır, insan bir-birinə təsiri. Piaget'də isə kognitiv inkişafa təsir edən amillərdən biri vardır, dövrün təcrübəsi. Yəni, dövrün inkişafı insan zehninə təsir göstərə bilər. Bu da oxşar cəhətlərdən biridir. 13-dən sonra Müəllim 14-cü suala baxaq da. 14. Doğru, yanlış, doğru, yanlış deyil, hökm verir, mülahizə verir.
Bizə əgər uyğunluğu istəyirlərsə, bu mülahizə əgər doğrudursa, qabağında doğru olsa düz götürəcəyik. Yanlışdırsa, qabağında yanlış olsa onu da götürəcəyik. İndi baxaq. Deyir ki, sosial inkişaf nəzəriyyəsinə görə şagirdlərə bir-birindən öyrənməyə şərait yaratmaq lazımdır. Düzdür, əlbəttə ki, düzdür. Doğru, biri götürəcəyik. Çünki orada sosial inkişaf deyil, biri digərindən öyrənsin. 2. Vygotsky'nin perspektivindən yanaşdıqda şagirdin öyrənmə prosesində əsas rolu vasitəçilikdir. Əsas rolu vasitəçilikdir. Xeyr, vasitəçilik deyil əslində. Əsas rolu həm də öyrənmədir və bunu yanlış verildiyinə görə, qabaqda yanlış verilibsə, biz bunu götürəcəyik. Bu düzgün fikir. Yəni, yanlış fikirdir, qabaqda da yanlış verilir. Şagirdin əsas, prosesdə əsas rolu vasitəçilik deyil əslində. Əsas rolu elə öyrənməyin özüdür. 3. Scaffolding diferensial yanaşmanın daxilində yer alan prosesdir. Xeyr, biz demişik ki, diferensial scaffoldingin içindədir. Scaffolding bir tədris ilinə aiddirsə, diferensial 1:45 dəqiqəyə aiddir. Və bunu tərsinə verir deyəndə bunu götürə bilmərik. Şagirdlərə hər şeyi asan yolla çatdırmaq hələ scaffolding demək deyil. Əlbəttə ki, belə deyim də, asan yolla çatdırmaq əslində scaffolding deyil bu. Qabağında yanlış verildiyinə görə bu fikir doğrudur, qabağında yanlış verildiyinə görə biz bunu götürə bilmirik. Deməli, 1 ilə 2-ni götürə bilərik. 1 ilə 2 də bizdə burada B bəndindədir. Cavab B bəndi. Siz hansını seçmişdiniz ki? Müəllim, mən burada bu 4-cü var. Şagirdlərə hər şeyi asan yola çatdırmaq, scaffolding demək deyil. O, yəni məni çaşdırdı biraz. Müəllimə, əslində scaffolding elə hər şeyi asanlaşdırmaq deməkdir. Biz hər şeyi asan yolla çatdırırıqsa, bu scaffoldingdir. Yəni, müəllim elmlidirsə, demək, hər şeyi asan yolla çatdıra biləcək gücdədir və yadda saxlayın. Elm insana asan yolla danışmaq üçün verilir. Yəni, bir adam elmlidir, qəliz danışırsa, o hələ elmli sayılmır. Yəni, scaffoldingdə sən elmindən istifadə edib bilirsənsə, asanlaşdıra bilirsənsə, yəni bu əsas sayılır. Scaffoldingin birinci məqsədi hər şeyi asanlaşdırmaqdır. O mənada bu cümlə düzdür, amma qabağında yanlış verildiyinə görə biz onu seçə bilmərik. Sonra? Mənim orada bir sualım yarandı. Axşamınız xeyir, bir daha xoş Hər gördük. vaxtınız xeyir. Burada amma bəzi testlərdə çıxır ki, şagirdlərə ən asan yolu çatdırmaq scaffolding demək deyil. Scaffolding deyil əslində. Olmamalıydı. Müəllimə, həll yolunu çatdırmaq scaffolding deyil. Mən bir şeyi izah edirəm asan yolla. Bu scaffoldingdir. Əyani vəsaitlərin çoxluğu niyə scaffoldingdir? İzahat prosesidir. Həll yolu ümumiyyətlə kurikulumda qadağandır ki, həll yolunu Elə ona birbaşa görə çatdırır. fikirləşdim ki, həll yolu çatdırmaq. Bəli, aydın oldu, bağışlayın. Buyurun, narahat olmayın. Sonra 20-yə bir dənə baxarıq. 20-yə qədər kimdə səhv var? Gəldi 20-yə. Yazıb ki, hansı fəaliyyət scaffolding deyil? Hansı fəaliyyət scaffolding deyil? Tapşırığı yerinə yetirmək üçün şagirdə qrafik orqanayzerlərin verilməsi. Bu düzgündür. Qrafik orqanayzeri siz belə başa düşün də. Tapşırığın həlli üçün hazır modullardır. Bu modullar uşağa kömək edir ki, prosesi daha düzgün dərk edə bilsin. Yəni, sualı düzgün başa düşməyə kömək elədiyinə görə scaffoldingdir. B bəndi. Təfəkkürə yönəlik tapşırıqların verilməsi əlbəttə scaffoldingdir. C bəndi. Şagirdə ümumi fikir bildirməklə səhvini özünün düzəltməsinin tapşırılması. Bu da əslində bu scaffolding deyil. C-ni biz saxlayırıq. Nəyə görə? Ümumi söhbəti düz deyil əslində. C-ni ehtiyatda saxlayırıq. D-yə bir dənə baxaq. Problemin həlli yolları müəyyənləşdirilməsi zamanı beyin həmləsində istifadə edilməsi scaffoldingdir. Verilmiş informasiyanın diaqrama salınmasının tapşırılması, bu da scaffoldingdir. Yəni, informasiya başa düşə bilirsənsə, diaqramını təsvir elə. Burada C bəndində bir neçə yanlışlıq var. O yanlışlıqlardan biri budur ki, şagirdə ümumi fikir bildirmək.
Ümumi fikir nədir? Deyək ki, məsələdə 3 dənə addım var. Uşaq bu addımları yerinə yetirir. Müəllim qayıdır deyir ki, məsələn, sən məsələni səhv eləmisən. Amma ümumi fikri bildirir də, demir ki, hansı addımda səhv eləmisən. Yəni, bu yanlış yanaşmadır. Müəllim yaxşı olar ki, bu səhvlə bağlı yenidən bir izah versin, amma hər yolunu deməsin. Uşağa başlayır, ya da sualı biraz da fərqli formada desin ki, uşaq bilsin ki, mən bu sualı düzgün başa düşməmişəm. Biz bəzən uşağın yanından keçirik, deyirik ki, sən səhv edirsən. Uşaq bilmir, hansı addımda görəsən səhv eləyir. Demək ki, bu scaffolding deyil. Cavab olacaq burada C bəndi. C bəndi scaffoldinga aid deyil. Bu biraz da şagirdin işini çətinləşdirir. $20 aydın oldu. Bəli, müəllim, aydındır. Tamamdır. Sonra Müəllim, məndə 21. 21. Aşağıdakı fikirlərdə hansı Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? A bəndi. Qruplarla iş forması əsasən şəxslər arası intellekt. Şəxslər arası intellekt nədir? Gardner nəzəriyyəsi. A deyil. B bəndi. Bir problemin həlli üçün dayanmadan cəhd göstərmək insanda inkişafa açıq düşüncə. İnkişafa açıq düşüncə Dweck nəzəriyyəsidir. Yəni Vygotsky deyil. Şagirdin böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir göstərir. Burada C bəndi əslində Piaget'də də var, Vygotsky'də də var. Biz bunu demişik. Deyə bilən baxaq, ibtidai sinif şagirdlərinə abstrakt mövzuların keçirilməsi düzgün deyil. Bu da Piaget'ə aiddir. Çünki abstrakt təfəkkür formal əməli mərhələyə aiddir. YIS şagirdin müstəqil şəkildə fəaliyyətini təmin etmək üçün əsas strategiyadır. Çox güman ki, siz götürüb yeni seçmisiniz. Çox güman ki, yeni seçmisiniz. Amma cavab isə C bəndidir. Çünki burada YIS strategiya deyil, YIS dövrdür, dövr. Strategiya isə olsa scaffolding ola bilər. Biz özdə C bəndə necə demişik? Bu cümlə Piaget ilə Vygotsky'nin oxşar cəhətidir. Cəmiyyətin təsiri. Aydındır. Bəli, müəllim, çox sağ olun. Yəni, orada da imtahanda diqqətli olun. Bax, yiz söhbəti o deməkdir ki, yizi harada görsək bu Vygotsky'dir. Xeyr, cümləni oxuyun. Yizi götürüb, yəni cümlə nədir? Scaffolding əvəzinə yizi götürüb yazırlar, əsas strategiya. Yiz strategiya deyil. Yiz sadəcə mərhələdir, dövrdür. Strategiya isə artıq scaffolding ola bilər. 21-dən sonra Müəllim 29. 29-a qədər tamam, gəldik 29-a. 29. Müəllim şagirdlərə yeni materialı şifahi və vizual təsvirlərlə izah edir. Sonda tapşırıqlar verir və şagirdlərlə effektiv əks əlaqə qurur. Verilmiş xüsusiyyətlərin aid olduğu variantı müəyyən edin. Müəllim şagirdlərə müsbət gücləndirici tətbiq edir. Xeyr. Müəllim şagirdlərlə effektiv scaffoldingdən istifadə edir. Bir dənə baxaq. Vizual təsvirlər, B bəndi uyğun gəlir. C-yə də baxaq. Müəllim şagirdlərə açıq düşüncə, xeyr. Müəllim şagirdlərin zehni inkişafını artırır, xeyr. Müəllim məkan vizual intellektə malik şagirdlər üçün öyrətmə strategiyasını istifadə edir. Baxın, diqqətli olun. Burada qəbul imtahanında sizə bu testi versələr, mütləq yuxarıda qeyd eləməlidirlər ki, Vygotsky nəzəriyyəsinə görə variantı seçin. Çünki burada Y bəndi də, B bəndi də əslində düzgün bənddir. Amma bu, Vygotsky nəzəriyyəsinə aid test olduğuna görə biz Y bəndini götürə bilmərik. Y bəndi Gardner nəzəriyyəsinə aiddir. Ona görə düzgün bənd kimi və Vygotsky aid olan bənd kimi B-ni seçəcəyik. Yəni, qəbula belə sual düşmür. Çünki biz burada Vygotsky'nin bölməsi olduğuna görə qərar verə bildik ki, B bəndidir. Biz normalda Y bəndini də seçə bilərik, yəni ümumi şəkildə verilsə. Aydın oldu izah. Bəli, müəllim, çox sağ ol. Buyurun. 29-dan sonra 30. 30.
Hansıları scaffolding strategiyalarına aid etmək olar? Keçmiş mövzu ilə yeni mövzunu inteqrasiya etmək. Bu düzgün fikirdir, olar. Yeni tapşırıqla bağlı nümunə təqdim etmək. Bu da scaffoldingdir. Şagirdlərə tam sərbəst işləmə imkanı vermək, bu scaffolding deyil. Dərsləri mühazirə formatında keçmək scaffolding deyil. Şagirdləri konfor zonasında saxlamaq scaffolding deyil. Konfor zona nə deməkdir? Yəni şagird problem hiss eləmir. Yəni qarşısındakı problem olmur. Bu rahat olur. Əgər zehni tarazlıqdadırsa, o niyə inkişaf eləsin? Scaffolding onları hərəkətə gətirmək üçün onları tarazlıqdan çıxarır. Yəni strategiya elədir ki, şagirdin düşünməsini artırmalıdır. O mənada əslində, belə deyim də, 1, 2, qismən 3-ü də götürmək olar. Amma göründüyü kimi 1 ilə 2 bir dənə bənddə verilir. Məsələn, 1-3 bəndi yoxdur, 2-3 bəndi yoxdur. Cavab 1-2 bəndi A bəndi. Cavab A ola bilər, burada başqa bənd düz gəlmir. Zaten 4 bilirsiniz ki, olmaz, 5 də bilirsiniz ki, olmaz. 4 ilə 5 hansı bənddə varsa çıxın, yerdə qalır 1-2, A bəndi. Anladım müəllim. Sonra Vygotsky'də sonra kimin sualı var? Vygotsky'də 40 tane sualda. 40'a qədər kimin sualı var? 38'e bir dənə baxaq. Yine 38. iki variantına. Tamam. Hansı variantlar arasında qalmışsınız? C ve Y. C və Y. Hansı fəaliyyət scaffolding deyil? Baxaq. Məsələni izah etmək üçün elmi üslubdan istifadə üstünlük verilməsi bu ümumiyyətlə məsləhət deyil. G-yə baxaq. İfadə yazarkən dinlənilən mətni vizuallaşdırılması istənilməsi. Əslində Y bəndi scaffoldingdir də. Yəni müəllim şagirdi vizuallaşdırır, prosesi vizuallaşdırır, əyani vəsaitlərlə və ya videolarla, o düzdür. Amma elmi üslubdan istifadə effekt vermir. Sən qəliz-qəliz danışırsan, elmi şəkildə danışırsan. Biz bəzən lori dildə danışmalıyıq. Bəzən yox, çox vaxtdır. Yəni elmi Mən cümlələr... deyirik mətni vizuallaşdırmağa. Mən elə başa düşdüm ona görə. Yəni burada C bəndi scaffolding deyil. Elmi üslub ümumiyyətlə məktəb prosesində düzdür, şagirdin nitqi önəmlidir, amma başa salanda biz artıq elmi üslub bəzən görürük ki, effekt vermir. Çünki uşağın beyni onu qəbul etməyə bilər. Biz onu xırdalamalıyıq, hissələrə addım-addım izah etməyə çalışmalıyıq. Lori dilə keçməliyik, həyati nümunələr göstərməliyik. Nə üçün? Çünki elmi üslubda biz danışsaq, şagirdə qəliz gələ bilər. Bu scaffolding deyil, elmi üslubda danışıq scaffolding deyil. Çox sağ ol. 38-dən sonra 40-a qədər səhv olan varmı? Tamam. O Məndə zaman, bəli. bitib mən. Aha. Demək, Vygotsky ilə bağlı bizim testlərə baxış yekunlaşdı. Gəldik Karl Dweck nəzəriyyəsinə. Dwecklə bağlı problem nədədir? Müəllim, burada 2 səhvim olub. Aha. Neçədən Bir başlayır? ikinci sualdır, bir də 13-cü sual. Tamam. Onda ikini gələ izah eləyək. Klasteri tamamlayın. Düşüncə tərzi nəzəriyyəsinə aid müddəalardır. Şagirdlər xarakteri və intellektlərin dəyişə biləcək bir şey olduğuna əmin olduqda daha yaxşı akademik nəticələr göstərə bilir. Yəni, uşaq bilir ki, xarakter dəyişə bilər, mən buna inanıram, özümü daha da düzəldə bilərəm, bu onlara müsbət təsir göstərir. Yanlış tərifləmələr şagirdlərə risklər etməyə imkan verməyərək onları səhv etməkdən qorxan hala gətirir. A bəndi düzdür, yəni A bəndi də buna aiddir. B bəndi şagirdlərə gözləmə vaxtının verilməsi zaman keçdikcə olan düşünmə sürətini geriləmə xeyir. B bəndi ümumiyyətlə səhvdir. Yəni gözləmə vaxtı şagirdi tənbəlləşdirmir, daha yaxşı düşünməsinə köməkli göstərir. C bəndi şagirdlərin tapşırığının öhdəsinə uğurla gələ bilmələri üçün onlara daha təcrübəli başqa bir şəxs, yəni bu scaffoldingdir də, yəni bu Vygotsky'dir, düşüncə tərzi deyil. D bəndi şagirdlərin müxtəlif zəka növləri, bu Gardner'dir, yəni Karl Dweck deyil.
Öyrənmə prosesində sosial bazarlıqlar, bu isə Vygotsky-dir. Demək, C, D, Y bəndi başqa nəzəriyyədir. B bəndində cümlə səhvdir. A bəndi isə tamamilə Karol Dweckə aiddir. Yəni siz, 7-yə də baxın. bax, var. siz bu testi oxuyanda nə üçün diqqət eləmirsiniz ki, C bəndində biri digərindən öyrənir. Bu axı Vygotsky-dədir. Niyə diqqət eləmirsiniz ki, müxtəlif zəka növü Gardnerdir? Niyə diqqət eləmirsiniz ki, sosial bazarlıq deyəndə biz Vygotsky-ni başa düşürük? Və bunlar açar elementlərdir də. O cümlədə ki, o sözü görəndə bilirik ki, bu Dweck deyil. Gəldik 7-ci suala. Kimin 7-də səhvi var idi? Müəllim 7. 7 var idi, bilmirəm, 13 demişdim mən. Tamam. 7-yə baxaq, 7 mən eşitdim, onu təqdim edeyim. Doğru, yanlış, uyğunluq istəyir. Doğru da doğru, yanlış da yanlışı biz axtarmalıyıq. İnkişafa qapalı düşüncə tərzinə sahib insan düşünür. Mən tarix fənni daha yaxşı öyrənirəm, fizikanı öyrənə bilmərəm. Və bu qapalı düşüncədir, düzdür. Bunu bilərəm, bunu bilmərəm deyirsə, bu mənlik deyil, deyirsə qapalı düşüncədir. Birinci düzgün fikirdir. 2. İnkişafa qapalı düşüncə tərzinə sahib insan düşünür. Rəylər məni irəliyə apardığına görə onları dinləməliyəm, xeyr. Yəni, qapalı düşüncə ümumiyyətlə rəylərə qulaq asmır və daim negativ düşünür. İkini götürə bilmərik. Doğru tərəfdə biri seçdik. Gəldik yanlışa. İnkişafa qapalı düşüncə tərzinə sahib insan düşünür. Tapşırığı edə bilmirəmsə təslim olmaq olmaz. Amma təslim olmaq olmaz fikri açıq düşüncəyə aiddir. Yanlışda da 3-dür. Demək biz burada seçəcəyik 1 və 3-ü. Cavab oldu Y bəndi. Yəni qapalı düşüncə təslim olmur da. Yəni qapalı düşüncə təslim olur, açıq düşüncə təslim olmur. 7-dən sonra 13. Dəqiq elmlərdə uğurlu olan şagird artıq mənim uğurum bu sadədir deyə düşünüb, humanitar fənləri oxumaqdan imtina edir. Əlbəttə, bu nədir? Qapalı düşüncə. İnkişafa, burada cavab C-dir də. Siz nə yazmışsınız Nazaya müəllimə? Müəllim, mən 13-ə bir dəqiqə mən fikrimi izah edeyim, niyə belə yanaşmışdım. Oxuyum bir dəqiqə 13-ü dəqiqə ilmədə oxumuşam. Müəllim, bilirsiniz, burada şagird artıq düşünüb ki, uğurum bu sahədədir. Yəni, humanitar fənləri, necə deyim, oxumaqdan imtina edibsə, bir yandan qapalı düşündüm, bir yandan açıq düşündüm. Çünki bir şeyə qərar verib, yəni həyatımda artıq ki, yəni bunu başa düşmürəm də bunları. Bir yol seçib deyə inkişafı açıq seçdim mən açıq, amma qapalı da qalmışdı fikrim onda, yəni iki Açıq variant düşüncə arasında. bütün fənlərə qarşı, yəni eyni dərəcədə yanaşır, qorxmur heç bir fəndən. Bu mənlik deyil kimi yanaşmır. Bütün fənləri öyrənə bilərəm kimi yanaşır. Yoxsa bunu seçim, onu seçməyim deyirsə, bu daha çox həmin fəndən imtina eləmək nə deməkdir? Onu qəbul etmir və özünü orada zəif hesab edir mənasındadır. Siz burada zaten iki bənd arasında qalırsınız. Açıq düşüncə ilə qapalı düşüncə. İmtina eləmək, mənlik deyil yanaşması həmişə qapalı düşüncədir. C bəndi. Növbəti səhvimiz 13-dən sonra. Yəni məndə 19 var. 19. 19-da uyğunluq istənilir. Doğruda doğrunu tapacağıq, yanlışda yanlışı tapacağıq. Düşünmə vaxtının verilməsi düşüncə tərzinin formalaşması üçün çox vacibdir. Bəli, bu düz fikirdir. Düzgün tərifləmə metodundan istifadə olunması şagirdlərdə öz bacarıqlarına inamı artıra bilər. Bu da düzgündür. Effektiv rəylərin vaxtında verilməsi şagirdin özü haqqında fikirlərini yaxşılığa doğru dəyişməsinə kömək edə bilər. Düppədüz. Risk götürmə mədəniyyətinin formalaşdırılması şagirdlərin yeniliklərə açıq olmasına imkan yaradır. Bu da düz. 4-dən fikir də düz olduğuna görə biz 1 və 2-ni götürəcəyik. Bu olacaq Y bəndi. 4 fikir var, 4'ü də doğrudur. Aydın oldu mu 19? Burada 2-4 götürmüşdüm. 2-4 yox. 2 axı 2 düz fikirdir, 4 də düz fikirdir, belə deyim. Yəni risk götürmə
Yeniliklərə açıq olma deməkdir də. Bu müsbətdir də. Risk edir. Yəni yenilikdə özünü yoxlamaq istəyir. Özünü yoxlayırsa da nəsə öyrənmək istəyir də, açıq düşüncəlidir. 4 fikrin 4-ü də doğrudur. Ona görə biz doğru tərəfin 1-2-sini götürəcəyik. Oldu mənim, çox sağ olun. Sağ olun. Sonra 35-ə qədər kimin səhvi var? Mənim Məndə 23-də 23. 23-də əslində düz, sonra fikirləşib A götürmüşəm düz, amma nəsə yeni bir dənə izahım verə bilərsiniz. Nəsə yeni də arasında qalmışdım. İnkişafa açıq düşüncə tərzinə malik şagird aşağıdakilərdən hansını seçməməlidir? Ruhdan düşməz, təslim olmaz. Açıq düşüncə seçməməlidir. Bu əslində ruhdan düşmək ola bilər. Düşməz yox, düşmək, təslim olmaq, belə bir şey ola bilər. Yəni ruhdan düşmür də açıq düşüncə, təslim də olmur. Bu da doğru fikirdir. Suallar verə və səhvlərdən qorxmaz, bu da doğru fikirdir. Elə biləm Y bəndində hərf səhvi var. Müəllim seçməməlidir deyirik orada. Seçmək yox. Seçməməlidir, üzr istəyirəm. Seçməməlidirsə, yeni, belə deyim də, bircə dəqiqə bir analiz eləyək. Cavab burada A bəndi olacaq. Yəni, əsasən asan tapşırığı niyə götürür? Çətin tapşırıqdan qorxur ona görə. Aydın oldu mu? Hə, bəlkə.